On September 28, the solemn opening ceremony of the third CIS Games was held in Ganja. Prior to the event, President of the Republic of Azerbaijan Ilham Aliyev and First Lady Mehriban Aliyeva met with children who had lost their parents, family members, and close relatives. Sağ ol. Sen ne diyorsun? Yaxşıyam, sən nasılsın? Salam. Salam, mənim dostum. Salam, necəsən? Salam, sağ olasın. Xanımlar və cənablar, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev. As well as those injured as a result of missile attacks on Ganja during the Patriotic War. The head of state and First Lady then watched the official ceremony. The ceremony began with the raising of the tricolor flag of the Republic of Azerbaijan, accompanied by the national anthem, followed by a ceremonial parade of athletes from the participating countries. Azerbaijan's flag was carried into the arena by karate fighter Asaman Gurbanli and taekwondo athlete Zemfira Hassanzadeh.
Addressing the event, Samir Sharifov, chairman of the organizing committee of the third CIS Games, said, Zat-ı Aliləri Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev, Zat-ı Aliləri Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, hörmətli qonaqlar, atletlər, məşqçilər və idman sevərlər, sizi Azərbaycanın qədim diyarı Gəncə şəhərində salamlayır, Müstəqil Dövlətlər Birliyi ölkələrinin 3-cü oyunlarına xoş gəlmisiniz deyirəm. Bugündən etibarən Gəncə və daha 6 şəhərimiz Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi 3-cü MDB oyunlarına ev sahibliği edəcək. 10 gün davam edən yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin oyunlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır. Subsequently, a swearing-in ceremony for the athletes and their coaches took place. President of the Republic of Azerbaijan Ilham Aliyev officially declared the third CIS Games open. The event continued with an artistic performance, and the night concluded with colorful fireworks illuminating the sky of Ganja. Addressing the event, Samir Sharifov, chairman of the organizing committee of the third CIS Games, said, Organizatorам, участникам и гостям. 3-cü MDB oyunlarının təşkilatçılarına, iştirakçılarına və qonaqlarına Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından sizə qonaqpərvər Azərbaycan Respublikasında keçirilən 3-cü MDB oyunlarının açılışı münasibəti ilə ürəkdən salamlayıram. Xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahəsində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir. В области физической культуры и спорта. 3-cü MDB oyunlarını açıq elan edirəm. The city of Ganja was chosen as the sports capital of the third CIS Games, a decision adopted at the meeting of the Physical Culture and Sports Council of CIS member states in Minsk, Belarus. The third CIS Games, running until October 8th, will feature competitions at 12 venues, where athletes will compete for 1,694 medals, 505 gold, 505 silver, and 684 bronze, across 23 sports. In addition, athletes who make the greatest contribution to the success of the winning teams will be awarded special prizes. The first CIS Games were held in 2021 in Kazan, Russia, and the second in 2023 in Minsk, Belarus.